Salam aleyküm ya siz değerli seyirciler. Necəsiz? Allah mərhəmət, bərəkət üzəriniz olsun inşallah. Təmizlik yerinin birdən yazılmışdı ki, çəkmək lazımdır. Birinci yeməklə başlayıb azcana bulgur hazırlamışam. Yağla qovurmuşam, sonra su əlavə eləmişəm. Kənd çorbasıdır. Biraz öz suyunda soyutmayı. Başlayayım evləri təmizləməyə inşallah sizlərlə bərabər. Ve yerləri də bütün otaqların hamısının 11 kisəldim məhsulu var. Döşəmə yemək üçün. Onlarla silirəm. Çox təmiz, çox gözəl qoxusu var. Göstərəcəm sizə hansı məhsulla yuyuram. Məhsul budur. Çox gözəl isi qoxusu var. Lavandadır. Yəni ki, lavanda isini hamınız bilirsiniz. Çox gözəl qoxusu var. Bir krujka atıram suya. Bütün otaqlara bəs edir. Yer isti olduğuna görə sırazı quruyur. Ona görə palaz sərim. Təmizlik mənim hobbimdir. Təmizlik imanlandır. Allah qadınları təmizlik, həyatı, evi, evladların həyatın gözləşdirməsi üçün yaradı. Gözəl Allahımız. Elhamdülillah, şükrənlilər, şükrənlilər, şükrənlilər. Ola bilər problemlər olur, amma ki, yenə hər günümüzə şükür edəyən inşallah. İlahi amin. Kuxna, mətbəx hazır. Mətbəximiz hazır. Benim gözəl güllərim. Maşallah, maşallah, subhanallah. Yaxşılarımlar da. Hazır, təmizlədim. Maşallah, subhanallah. Balkonu təmizləmişəm, amma çəkməmişdim. Balkon belədir. Şokamdır, baldır sərri. Burada belə. Salih yatır diye
yavaş-yavaş işimi görüm. İşlərimi qutarım, inşallah hamısını çəkim sizə göstərəcəm. Allah'ın izniyle. Evləri təmizlədim hamısını. Bax belə. Oldu çiçək kimi evləri. Ramazan ayı başlayırdı. İşlərimi dərindən təmizləmişəm ki, çətin olmasın sonra. Bayram təmizliyimiz tamam. Şüşələri də silmişəm. Qapıları da silib təmizləmişəm. Hər bir tərtəmizdir hamısı. Bunların hamısını silirəm nə ilə? Döşəməni bundan yoram. Şüşələri, yeri, pəncələri bundan damla ilə istifadə edirəm. Tərtəmiz eləyir, mükəmməl. Bu da qaz peçkaların üstünü təmizləyirəm. Hamısını bax, bununla təmizləyirəm. Gördüyünüz kimi tərtəmiz eləyir. Siz də şahid olun. Necə çəkmişəm elə paylaşacağım. Aspirin işıqları asıb siləndə xarab eləmişəm. Dəyişməliyəm onu. Belə bayram təmizliyimiz maşallah subhanallah hazır. Allah hamıya nəsib eləsin inşallah Allah'ın izniyle Ramazanı axıra qədər orucunu tutmağa çalışan ki yolumuz haqq yol olsun, Allah yolu olsun.